Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, Məhəmməd Qaraçiyevin 100 sınaq test toplusundan 11-ci siniflər üçün sınaq 16-nın izahına baxacağıq. Uşaqlar qeyd edim ki, yanvar ayının 1-dən etibarən 11-ci siniflərimiz üçün sınaq qruplarımız başlayır. Qruplara qeydiyyat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Balını yüksəltmək istəyən şagirdlər 100% təminata müraciət edə bilərlər. Yəni ki, əgər çalışqansızsa, həqiqətən də qaranti verilir ki, sizin balınız yüksək olacaq. 60-dırsa, məsələn 80, 70-dirsə 90. Bunun qarantisi şəxsən mən tərəfindən verilir. İndi isə keçək suallarımıza. Birinci sualda, bir dəqiqə gözləyin. Birinci sualda new bike, yeni velosiped ismi gəlibdir. Deməli, biz bilirik ki, boşluğa baxın. Bu birinci boşluq, bu ikinci boşluq, bu üçüncü boşluqdur. İkinci boşluğumuzdan sonra sifət plus isim gəlib. Yəni mənim ikinci boşluğum mütləq sifət əvəzliyi olmalıdır. Aslı formada onun əvəzlər hamısı uyğundur. Okay. Birinci boşluqda feildən sonra işlənib. Feildən sonra obyekt al gəlir. Adlı xal olmaz. D-yi çıxırıq. Digər tərəf cümlənin sonunda like xoşlamaq feildir. Feildən sonra obyekt al işlənir. D adlı xaldır. Bunu çıxmalıyam. Deməli, ya qaldı A, C ya da D variantı. İndi mən mənəyə baxmalıyam. Richard kişi cinsidir, düzdürmü? Kişi cinsidirsə mən buna her yazanmaram. His new bike olmalıdır. And they liked. Mənəyə baxmalıyıq iki variant arasında. Richard showed them his new bike and they liked it. Richard onlara özünün yeni velosipedini göstərdi və onlar onu bəyəndi. Anne olmur. Richard ona, kişi cinsində olan ona öz velosipedini göstəribdi. Onlar bəyənib. Bəs bu başqasına göstərib axı. Ona görə A səhvdir. İkinci sualımızda. Deməli, told. Əsas feil gəlibsə adlı xal lazımdır. Her yaza bilmərik. Aslı əvəzlikdir, sifət əvəzliyidir. Digər tərəfdə bağlayıcıdan sonradır boşluq və özündən sonra yenə xəbər gəlib və yenə adlı xal olacaq. Himi çıxırıq. Baxın, cümlənin ortasına adlı xal işlənməz deməyin. Burada mürəkkəb cümlədir. Mübtədanın yerində boşluq var. Xəbər cavab özündən sonra adlı xal yazmalısınız. Üçüncü boşluqda meet, görüşmək feilindən sonra obyekt halda onun əvəzlik gəlməlidir. He adlı xaldır. Hers isim əvəzliyidir. Him olur. Cavabcı. Üçüncü sualda bu kitab sayılan tək isimdir. These olmaz, those olmaz. Bunlar cəmdə işlənir. Itdən sonra isim gəlmir. Çünki adlı xaldan sonra isim işlənməz. Digər tərəfdə once cəmdir. Itdən sonra once gəlməz. Çünki once cəmdə olan ismi əvəz edir. Cəmdə olan isim nə ilə işlənirsə, o da onlarla işlənir. These cəmsindən işlənir, onda once-dan işlənir. Dördüncü sualda feil ilə sözünün arası obyekt alınmalıdır. They adlı xaldır. They adlı xalda çıxdı. Digər tərəfdə əsas xəbər gəlibdir. Əsas xəbər gəlibsə adlı xal yazmalıyam. Çünki obyekt haldan sonra xəbər gələ bilməz. Feil gələ bilər. Ya deməli sözünü gələ bilər. Bu amma cümlənin xəbəridir. Ona görə they will. C. Beşinci sualda Anna and her classmates. Anna və onun sinif yoldaşları. Bunlar cəmdir. They ilə ifadə olunacaq. She-ləri çıxırıq. Digər tərəfdə their teacher. Onların müəllimi. Teacher müəllim sözü təkdir. Və for sözündən sonra işlənib obyekt al olmalıdır. Obyekt al her. Hers və his obyekt al deyil. Bunlar yəli əvəzlidir. Altıncı sualımızda put feildir. He verilibdirsə himself yazmalıyam. Çünki mübtəda nədirsə qayıdış əvəzliyi onunla uzlaşır. Himself. Bu birisi tərəfdə not recommended. Bax indi. It's-dən sonra, bitişi olan it's-dən sonra isim gəlməlidir. Çünki bu sifət əvəzliyidir. Amma burada feil gəlib, düzdürmü? Demək ki, mən yaza bilmirəm bunu. It apostrof s-dən sonra participle to formalı feil gələ bilər. It is not recommended. Tövsiyə edilmir. Talk to its residents. Birbaşa isim gəlib, sakinlər. Birbaşa isim gəlibsə sifət əvəzliyi, yəni bitişik it's olur, yebəndi. Deməli, yadda saxlayırsınız. Apostrof s-lə ayrılmış it apostrof s. Bundan sonra birbaşa isim gəlməyə də bilər. Amma birbaşa isim gəlibsə bitişik olan it's yazılmalı mütləq. 7-də. Deməli, she-dirsə himself yazanmıram. Yourself yazanmıram. Çünki bunlar mübtəda ilə bağlı olur birbaşa. Burada feilin sözünün arasına baxıram. Obyekt hal işlənir deyə they, bir də me.
Yəni 1-3 D bəndi. O məni ya da onları partda eşidə bilmədi. 8-də not only my sister, my sister'ə baxacağam. Qadın cinsidir, herself, himself olmaz. Digər tərəfdə but also daughter, qız övlad, isim cəlbsiz sifət əvəzliyi yazmalıyam. She adlı xaldır. Bir də bacı mıydı axı, qadın cinsidir. His yox, her olur, D bəndi. Keçirik növbəti 9-cu sualımıza. 9-cu sualda not only but also ifadəsi varsa not only'dan sonraki ismə baxırdıq. Restaurant cansızdır, qayıdış əvəzliyi itself olmalıdır. It falan yazmırıq, demsəviz yazmırıq. But also location, yer, məkan ismi cəlb. İsim cəlbsə sifət əvəzliyi yazmalıyam. It obyekt aldı, obyekt aldan sonra isim gəlmir. It's a. 10-cu sualda not only'dən sonra yenə the film itself olacaq, çünki cansızdır. But also soundtrack isim cəlbdir, yenə sifət əvəzliyi, yəni bitişik it. It apostrofesindən sonra birbaşa isim gəlmir, itdən sonra isim gəlmir. 11-ci sualımızda the bird spread its wings and flew away. Okay, it'dən sonra isim cəlb birbaşa, bir düzdür. İçidə it, bitişik itdir, özündən sonra sifət cəlb, isim yoxdur. İsim yoxdursa bitişik iti yazamırıq. Çünki bu sifət əvəzliyidir, özündən sonra isim istəyir ya da sifət plus isim. Amma isim yoxdur, 2 səhvdir. 3-də it's better, birbaşa isim cəlb, təbii ki doğrudur. 4-də it's-dən sonra sifət plus isim cəlb, bu da doğrudur. 5-də it's sifət əvəzliyidir, sifət əvəzindən sonra artikel gəlməz uşaqlar, 5 səhvdir. Yəni 1, 3, 4, o da olur B bəndi. 12-ci sualda it's-dən sonra sifət gəlib, amma isim yoxdur sifətində ancaq, 1 səhvdir. It's-dən sonra reliability isim gəlibdir, 2 düzdür. It apostrofesindən sonra sifət gəlib, sonra to məzdər, bu düzdür. Çünki it apostrofes birbaşa isimlə işlənmir. İsimdə yoxdur, problem deyil. It apostrofesindən sonra birbaşa isim gəlməz, 4 səhvdir, tel quyruq isimdir. It apostrofesindən sonra ing-li feil gəlibdir. Ona görə 5 doğrudur. O da olur 2, 3, 5. O da olur Y bəndi. Sonra bir dəqiqə gözləyin. 13-cü sualımızda allow feildən sonra obyekt al işlətməliyik. She adlı xaldır. Hers yəri əvəzliyidir. Burada da söz önü var. Söz öndən sonra obyekt al işlənəcək. They yox, them. O da olur A bəndi. 14-də iki feilin arası obyekt al olmalıdır. He adlı xaldır. Çıxırıq. Qalanlar qaldı. Homework, ev tapşırığı ismi cəlb. Yəni sifət əvəzliyi lazımdır. Hers olmaz, isim əvəzliyidir. Burada she verib, Y səhvdir. Cavab olur C bəndi. Sonra 15-ci sualda söz öndən sonra obyekt al olacaq. D çıxırıq. A getdi, C getdi, Y getdi. Burada will köməkçi feil ya da modal feildən sonra biz deyirik ki, adlı xal işlənməlidir. They. They isə dem səvisi olacaqdır. Uşaqlar our səvisi yazanlar. 16 və sonuncu sualda bike velosiped ismi gəlib. Yəni bizə sifət əvəzliyi lazımdır. Him obyekt aldı, obyekt aldan sonra isim gəlməz. Ona görə A-nı D-ni çıxırıq. Pardon, B, D-ni çıxırıq. Bu birisi tərəfdə repair feildən sonra obyekt al işlənməlidir. Bike velosiped sözü də təkdə axı cansızdır. It verəcəm, dem yox. İndi he isə nə yazmalıyam? Himself. Çünki mübtəda nədirsə qayıdış əvəzliyi ona uyğun olurdu. Cavabımız olur Y variantı.